Dostlar, 2018-ci il Mercedes GLS 450 çıxır auksiyona. Gördüyünüz kimi önündə maşının deməli buferin aşağı hissəsində xırda zədəsi var, düzələcək, kapotunda cızıq var. Və buferin sağ hissəsində belə bir cızıq var. Maşının 118 min yürüyüşü var, 25 min dirhəm start qiymətlə çıxır auksiyona. 360 dərəcə kamerası var, düzgün alt hissəsi qırılıb düşüb. Sağında, arxa krılosunda belə bir zədəsi var. Krılon özü təmirə yararlıdır. Krılon stopu alınacaq və maşına bufer alınacaq. Solunda maşının heç bir zədəsi yoxdur. 4 qapısında atarsız daxil olma var. Blisosu, boyaq qırağı. Atarsız daxil olma kör nöqtənin sensoru, 360 dərəcə kamera var maşında. Silyan elektronik daralınması yaddaş paketi ilə. Gördüyünüz ki, premium sistem Harman Kardon mövcuddur. Maşında heç bir ailə bagaj yoxdur. Maşın 7 yerlikdir. Böyük panorama lük. Gördüyünüz ki, çox gözəl və səliqəli maşının interyeri var. 1K17 aydır. Vininə baxa bilərsiniz. Zəhlərinizi gözləyirsiniz dostlar. Çox gözəl bir qiymətlə bu maşını siz üçün əldə edə bilərik.